Hamıya salamlar. Bugün de super bir TV Box'la gelmişəm. Dreamstar Nova 2 Google TV. Türkiye istehsalı çok super bir TV Box. Suni intellekt desteğli, yeni ve güçlü bir prosesör Amlogic S905 X5M. Gəlin kutu açaq, görək bizi necə bir cihaz gözləyir. Burada kampanya, Dreamstar kampaniyası haqqında məlumat, onlarla əlaqə saxlamaq üçün nömrələr, istifadə təlimatı kağızları, TV Box'umuzun özü, TV Box'u əlimizə götürən kimi keyfiyyətli olduğu hiss olundu. Micro CD ses çıxışı, LAN girişi, HDMI girişi. Burada USB-C 5 volt topu buradan götürəcək. Digərlərindən biraz fərqlidir bu. Bu tərəfdə bir USB-C giriş, adi USB-A giriş. Sonra baxaq nə var. Çox əla keyfiyyətdə yeni bir pult. Burada da yaxından baxaq. Bu da çox keyfiyyətli, materialı çox gözəl. Düymələrdə demək olar səs yoxdur, çox yumşaq. Əla. Keyfiyyətli bir HDMI kabel, qalın bir HDMI kabel. Əla. Burada hətta pult üçün batareya da var, qoyulub. Kiçik bir detal amma çox belə xoş olur. Belə kiçik detallar qarabqadan çıxdıqda. Burada isə adaptör, beş volt, 2 amper. Görürsünüz ki başlığı USB-C. Arkasını açdıqda artıq hiss olunur ki kifayət qədər keyfiyyətli bir məhsul gəlir. TV Box, super bir pult, əla keyfiyyətdə HDMI kabel, adaptör, batareya. Kutu açılışı elədik. İndi keçirik televizora. İnterfeysi, menüsü ilə yaxından tanışaq. Dreamstar logosu gəldi. Evet, cihazımız neçə saniyə ərzində ana ekrana keçəcək. Google TV. Görürük. Hardasa 30 saniye ərzində Google TV Launcher açıldı.
Gördüğünüz bu Google TV Launcher hal-hazırda gələn yeni cihazların demək olar ki, çoxsunda Google TV Launcher ilə gəlir. Bu launcher Android TV-yə nisbətən biraz həm ağır işləyir, həm də biz burada özəlləşdirmələr apara bilmirik. Bunların yerlərini dəyişə bilmirik. Sadəcə biz burada bu proqramların yerini dəyişə bilirik. Əvvələ və yaxud axıra aparıb daşıya bilirik proqramları. Amma bu digərləri dəyişə bilirik. Amma bu problemi də həll etmək mümkündür. Təbii ki, Project TV Launcher vasitəsilə belə bir interfeys gəlir Project TV Launcher vasitəsilə. Belə bir Google TV Launcher'dan Project TV Launcher'la belə bir interfeys görebilirik. Project TV Launcher ayarlarından aktif edirik. Daimi olarak biz bu launcher'dan istifadə edirik. Cihaz Android ayarlarına daxil olaq. Ekran və ses. HDMI kek bunu aktiv edildikdə bir pult vasitəsilə həm televizoru, həm də TV Box'u idarə etmək olur. Əgər televizorunuz bu funksiyonu dəstəkləyirsə, 4K 60 FPS dəstəkləyir təbii ki. Wi-Fi bölümündə 5G-ni dəstəkləyir. Hesablar burada Google hesabı, Google account əlavə eləmək lazımdır ki, cihazı aktiv edək. Əgər Google hesabı aktiv olunmasa, o halda TV Box'u aktiv etmək olur. Sistem məlumatlarına baxaq. Haqqında bölümü, sistem yenilənməsi, cihazın adını təbii ki, biz buradan dəyişə bilərik. Fabrika ayarlarını sıfırlaya bilərik. Model Nova 2, Android 14, Android tipi güvənlik yenilənməsi, təhlükəsizlik yenilənməsi 1 sentyabr 2025. Təbii ki, bu cihaz yeni olduğuna görə bütün yenilənmələri də yenidir. Dil bölümündə demək olar ki, burada bütün dillər var. Mən bütün lazım olan proqramları quraşdırmışam. Ondan sonra 25 GB yaddaş qalıb. Google Pult adlanır bunun pultu. Bluetooth vasitəsilə qoşulub. G11. Android ayarları demək olar ki, bütün TV Box'larda eyni bir-birinə yaxın olduğuna görə hamısını göstərmirəm. Digər videolarımda da o haqda məlumat vermişəm. O videolarda çəkib göstərmişəm. Wi-Fi'nin sürətini yoxlayaq. Wi-Fi tutumunu yoxlayaq. Gərək 100 megabit internetdən neçə megabit internet götürə biləcək. Belə bir cihazda təbii ki, Wi-Fi problemi gördüyünüz kimi yoxdur. 100 megabitdən
98-99 megabit götürülür. Bu da çok güzel. AIDA 64 proqramı ilə sistem məlumatlarına daha dəqiq baxaq. İstehsalçı SIA Robotics çox keyfiyyətli, çox gözəl cihazlar istehsal edir, sistemlər istehsal edir. Model Nova 2, marka Dreamstar, prosesör Amlogic, 2 GB RAM. Bütün proqramları quraşdırdıqdan sonra 23 GB, 24 GB boş yer qalıb. Prosesor Amlogic S95X5M Cortex A55 2500 Hz dəstəkləyir. Çox gözəl, sürətli bir güclü TV-Box'dur bu prosesorda. Deməli, ekran video prosesorda çox güclüdür. Mali C310 yeni video prosesordur bu. Android 14. Android'in güvenlik yenilenmesi 2025 sentyabrın 1'i. Görürsünüz ne derecede süratli işleyir. Görürsünüz. Yani zayıf cihazlarda tabii ki bu süratte bir neçə dəfə bunu belə tekrar etdirdikdə artıq donma verir. Amma bunda görürsünüz ki, heç belə bir şey yoxdur. Cihazda donma, qızma, yavaşlama problemi yoxdur. Çox stabil, sürətli işləyir. Səsli axtarışı yoxlayaq. Pultin üzərindəki mikrofon düyməsinə basılı saxlayaraq axtarış eləyə bilərik. Hava nasıl? Səsli axtarışı da çox yaxşı işləyir. YouTube'un daxilində axtarış eləyək. Costa Rica 4K. YouTube'un daxilində də çox gözəl axtarış sistemi işləyir. Videoda 4K 60 FPS AV1 HDR görürük. Problemsiz şəkildə açır. Görürsünüz. Videomu biraz irəli çəkək. Görürsünüz ki, heç bir donma, yavaşlama yoxdur. Təbii ki, belə bir videonun öhdəsindən gəlirsə bu TV-Box, yəni belə bir videonu aça bilirsə, demək ki, bu TV-Box'da digər proqramlarda heç bir problem olmamalıdır. Qısa proqramların açılmağını, sürətini göstərin. IPTV Player digər proqramları. Görürsünüz ki,
Proqramların açılmağında heç bir problem yoxdur. Çox sürətli Google Play açıldı. File Manager. Hər hansı bir APK fayl qurduqda da çox sürətlə quraşdırılır. Yaddaşı DDR4 olduğuna görə proqramların quraşdırılması çox sürətli baş verir. Kifayət qədər düşünürəm ki, əsaslı məlumatları mən sizə verdim. Daha dərinliklərinə bizim Türk qardaşlarımız daha dərinlikli, daha detaylı videosunu çəkiblər bu TV Box'un. Onların da videolarını izləyərək daha dərin məlumat, əgər kimə lazımsa daha dərin məlumat ala bilər. Amma mən düşünürəm ki, sadə istifadəsi üçün mən lazım olan bütün məlumatları verdim. Yenə də kimin nə sualı olsa komentarlarda yazsın. Həm bu TV Box'la bağlı, həm başqa bir TV Box'larla da bağlı ola bilər. Proqram yazılım barəsində də ola bilər. Suallarınızı yazın. İnşallah bildiyim qədərilə cavablandıracağım. Bir də onu bildirim ki, ola bilər ki, bəzi insanlar desin ki, 2 GB RAM azdır. Nə qədər çox yaddaş, o qədər yaxşıdır. Təbii ki, doğrudur, amma 2 RAM hal-hazırda, 2 RAM 32 yaddaş kifayət edir. Xüsusilə də Google sertifikatlı cihazlarda heç bir problem yoxdur. Hal-hazırda siz bu videoda da görürsünüz. Əgər cihazın proqram təminatı stabildirsə, prosesoru güclüdürsə, həmin cihazda 2 RAM olsa belə heç bir problem yaşanmır. Əgər cihaz 8 RAM 128 yaddaş ya 4 RAM 64 yaddaş olmağına baxmayaraq yazılımı, proqram təminatında problem varsa və yaxud da ki prosesoru əgər zəifdirsə, təbii ki 828 olmağının da bir əhəmiyyəti yoxdur. Bu qədər dostlar. Növbəti videoda görüşərik. Baxdığınıza görə təşəkkürlər. İzlədiyinizə görə təşəkkürlər. Kanalımıza abunə olun. Bəyənməyi unutmayın. Növbəti videolarda görüşərik.